Inventor Dent MMC-nin Azərbaycana gətirdiyi yeni yumşaq protezləri sizə təqdim eləmək istəyirik. Bu protezlər ağız boşluğunda tam ideal istədiyiniz vakuumlu protezlərdir. Bu protezlər ağız boşluğuna taxmamışdan əvvəl, yəni texniklər bizə təhvil verdikdən əvvəl bu cür sərt olur. Ağız boşluğunda taxmamışdan öncə isti suya atırıq. Hardasa 70-80 dərəcə isti suda atılır. Doktor, bunları hansı çənələrə tətbiq etmək olar? Bu protezlər əsasən dişli alveolalı çənələrdə nəzərdə tutulub və tam dişsiz alveol qabarı güclü olan çənələrdə nəzərdə tutulub. Çünki bunun funksiyası yumşaq olduğu üçün indi sudan çıxartdığında göstərərəm. Alveol qabarın qəşəng tutur və damağı əzmədən yumşaq olduğu üçün tam absorpsiya yaranır. Normalda da ənənəvi protezlərdən 5 dəfə absorpsiyası güclüdür. İndi protezi çıxardaq, ənənəvi protezlərdən fərqli olaraq onda necə vakuum, necə absorpsiya yarandığını, ağız boşluğunda necə güclü tətbiq olunduğunu göstərək. Məsəl üçün, alveol qabarı olan çənələrdə protez keçməyəndə çox vaxt həkimlər yonur və yaxud çətinlik çəkir. Amma bunda görürsünüz necə çox gözəl. Protez görürsünüz istənilən formada heç bir protez bu materialı əldə edə bilməzsiniz. Çox ideal bir protezdir. Və yaxud ağızda heç vaxtda bu cür əyilmir. Ağız formasını tam aldıqdan sonra tam ideal formada bərkiyir, rahatlıqla yemək olur. Doktor, ağızda deformasiya uğrayır bu? Xeyr, ağızda deformasiya uğramır. Tam ağızda ideal olaraq ağızda qalır. Çünki bu ağız temperaturuna 36-16 dərəcəyə uyğunlaşaraq bu bərkiyir və yüngül olaraq yumşaq olur ki, damaq ətlərin əzməsin. Və bu yumşaq protezlərin o birisi protezlərdən fərqli olaraq çox uzun ömürlü və keyfiyyətli olmaqdır. Doktor, bəs yumşaq altlıqlı protezlərdən fərqi nədir bunların? Yumşaq altlıqlı protezlər indi hal-hazırda bizim sərt protezlər altında istifadə etdiyimiz yumşaq altlıqlı protezlərdən fərqli odur ki, bu ümumi olaraq yumşaqdır. O birisilər isə yumşaq altlıqlıdır və onun ömrü 6 ay, 8 aydır. Bir müddətdən sonra qopur, cırılır və həkim və pasiyent arasında narahatçılıq ola bilir və həddindən artıq gigiyenik vəziyyət yaranır da ağız boşluğunda. Amma bunda qətiyyən ağız boşluğunda heç bir deformasiya, rənginin solmağı, hətta 5 il, 10 il pasiyentin bunu təmiz saxlamağı, gigiyenik saxlamağından asılı olaraq heç bir dəyişikliyə uğramır. Doktor, bu sındıqda bərpa oluna bilirmi? Bəli, ən üstün cəhətlərindən biridir ki, odur. Hissəvi protezlərdə və yaxud tam protezlərdə sındıqda bərpası tam mümkündür. Çox rahat da bərpa eləmək olur. Ondan əlavə hissəvi çənələrdə, yəni dişli çənələrdə dişlər çəkildikdə yenidən protez düzəlməyə ehtiyac yoxdur. Protezin üzərinə öz materialından yenidən diş əlavə etmək mümkündür. Aydın. Doktor, bəs bunun iki rəngdədir də, bu şəffafdır, bir də digər bir rəngdir. Bu rəng nədir? Hal-hazırda Monostar şirkəti bunun 5 rəngin bizə təqdim edib. Bu şəffaf və 4 müxtəlif rəngləri. Buna kombinə edilmiş protez deyirik biz. İstədiyin rəngləri kombinə edə bilərsən. Və vakuumlu protez dediyimiz formada tam bu forma olur. Doktor, bir şey də soruşum da sizdən. Məsələn, xəstənin ağzında bu istifadə elədiyi müddətdə, yəni bunda hər hansı bir deformasiya ola bilərmi? Sözcə, bu sualı sizə vermişdim, amma təkrar yenə də maraqlı gəldi. Xeyr, heç bir deformasiya olunmur ağızda. Yeni dediyim kimi ağız temperaturuna uyğun olaraq gördünüzmü, quruyandan sonra əvvəlki kimi daha yumşaq olmur. Həmin yumşaq olduqda bir video keçən dəfə qarşıma çıxdı. Bu yumşaq altlıqlı protezlərdən, protez materialından protez pişirmişdilər. Həmin o mal-malata oxşayırdı. Heç vaxt ondan yemək olmaz. Yəni yeməyi çiynəyəcəksən, protez ağızda əyilər, deformasiya uğrayar. Və ağız boşluğunda görürsünüzmü? Temperaturda quruduqdan sonra, bir müddətdən sonra protez qətiyyən ağız formasında deformasiya uğramır bu. Doktor, mən belə bir şey başa düşdüm ki, yəni bu protez dişləri ağız boşluğuna uyğun, yəni formanı aldıqdan sonra, yəni bu olduğu kimi çift şəkildə ağızda qalır da. Bəli, tamamilə doğrudur. Bəs bunu çıxardıb dəyişdikdə, yuduqda, yəni o problem yaratmır mı? Ağız xeyr, heç bir boşluqda, yəni o da ola bilər ki, bunu yumşaq vəziyyətdə ağız boşluğuna taxdıq və ağızda bərkidir, necə çıxarılacaq?
Bu tam %100 ağız boşluğunda bərkimir. Ağız temperaturuna biouyumlu olduğu üçün hardasa %10% ağızda elastikliyi qalır ki, həm damağı vurmasın, həm də ağızda sovrulmasın, güclü saxlasın. İstənilən vaxtda ağız boşluğundan tam rahatlıqla da çıxartmaq olur. Və rahat ağız boşluğuna əsasən protezi taxmaqdır ki, onu da pasientlər isti suya atır bu vəziyyətdə. 1 dəqiqə, 2 dəqiqə, 5 dəqiqə gözlədikdən sonra 70-80 dərəcədə istədiyi çıxardıb ağız boşluğuna, damağı tam incidmədən ağız boşluğuna taxa bilər. Doktor, indi məsələn bir 10-15 saniyə qoymuşuq da, 10-15 saniyədə o yumşaqlıq ala bilərmi? Bəli, ala bilir. Amma məsləhətdir ki, lap 1 dəqiqə çəksin. Aydın doktor, başa düşdüm sizə. Çox sağ olun.